Dil sadəcə ünsiyyət vasitəsi deyil, bir millətin yaddaşı, ruhu və kimliyidir. Azərbaycan dili əsrlər boyu xalqımızın tarixini, mədəniyyətini, adət-ənənələrini və milli dəyərlərini yaşadaraq bu günümüzə qədər gəlib çatmışdır. Hər bir sözümüzdə keçmişimizin izi, hər bir cümləmizdə isə gələcəyimizə olan inam yaşayır. Ana dilimizi qorumaq, onu düzgün və zəngin şəkildə yaşatmaq hər birimizin mənəvi borcudur. Azərbaycan əlifbası isə bu zəngin dilin yazılı yaddaşı, mədəni irsimizin ayrılmaz hissəsidir. O milli kimliyimizin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edən ən dəyərli sərvətlərimizdən biridir. Bugün biz yalnız bir günü deyil, xalqımızın mənəvi irsini, milli dəyərlərini və bizi bir millət kimi birləşdirən ana dilimizi qeyd edirik. 1 Avqust Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə hər kəsi təbrik edir, ana dilimizi sevməyə, qorumağa və gələcək nəsillərə olduğu kimi ötürməyə çağırırıq. Çünki dilini yaşadan xalq gələcəyini də yaşadır. Bizim üçün tarixi amil var, Azərbaycançılıq. Özümüzün adımız var, Azərbaycan. Özümüzün dilimiz var, Azərbaycan dili. Və çox da gözəl dilimiz var. Çox zəngin dilimiz var. Çox belə ləzzətli dilimiz var. Mənim üçün Azərbaycan dili hər şeydən əzizdir. Millətin milliliyini saxlayan onun dilidir.